Bəs siz necə bu yay qarpızı yeyib qabıqlarını atanlardan olmusunuz? Mən atmadım. Yarım qarpızın qabığını belə xırda-xırda doğradım. Bu arada fiqurlu doğrayıcım qırılıbmış, xəbərim yox idi. Əslində fiqurlu doğrayıcı ilə doğrasaydım daha da gözəl olardı. Amma olsun, bu da qəbuldur. Özümüz üçün hazırlayırıq. Bir balaca banka da olsa mütləq ki hazırlamaq istədim. Qışda fərqli bir dad olsun evdə. Demək, bir gecə öncədən qarpızı qəşəng doğradım. Bu arada nazik qabıq olmağı daha da gözəldir. Daha da qəşəng, yumşaq və marmalad dadı verir. Və üzərində qırmızı hissəsinin qalması da biraz da rəngli marmalad görüntüsü almağımıza kömək edəcək. Ona görə o qırmızı hissələri də tam götürməyin, ara sıra saxlayın. Axşamdan sodalı su hazırlayıb qarpızı qabıqlarını saxlayırıq. Səhər-səhər isə qəşəng sodasını təmizləyirik. Axar suda yuyuruq və kiloya kilo pesok əlavə olunur. Məndə yarım kilo, yəni 500 qram qabıq çıxdığına görə 500 qram şəkər tozu əlavə etdim. 2-3 saat da belə saxladım. Videoda göstərirəm sizlərə. Suyu çıxır. Ancaq bir armudu stəkan qədər su da əlavə etdim, çünki dibi tuta bilərdi. Və sonunda nəticə çox gözəl alındı. Mürəbbənin bişməsini yoxlamaq üçün müxtəlif cür üsullar var. Salfetin üzərinə də damcılada bilərsiniz şirəsini. Əgər salfetə hopmursa, demək ki bişib və yaxud da bir qaba belə qoyursunuz, 1-2 dəqiqə soyuyur və daha sonra barmağınız vasitəsilə ayırırsınız 2 hissəyə. Əgər tam birləşmirsə, demək ki artıq bişib hazırdır. Və bu da nəticə çox gözəldir. Gördüyünüz kimi mən də bir stəkan çay özümə hazırladım, həyətdə nuş etdim. Siz də göz haqqınızı halal edin. Ədiyyatlardan isə qərənfil əlavə elədim, bir neçə ədəd. Bu arada qış hazırlıqlarının part 2-si idi. Bu part 3 yoldadır. İzləməyə və maraqlı paylaşımları gözləyin.